Qulaq çöpün qulağına soxma. Çünki sən o qulaq çöpün qulağına soxanda qulağını təmizləmirsən. Daha da qulağında nə qədər kir var, mayi var, hamısını qulaq pərdəsinə qədər diriyirsən. Bax, o çöpü ora salanda videoda göstərirəm. Kiri çöpün qabağında yığırsan, aparırsan, diriyirsən qulaq pərdəsinə. Sonra deyirsən ki, qulağım eşitmir, qulağım ağrıyır. Nə bilim, qulağımdan çirk gəlir. Gələr də təmizləmirsən axı qulağını, dayda kirlədirsən. Nə etməlisən? Ekrana 2 dəfə vur, diqqətlə qulaq as. Yaxınlaşırsan aptekə Autoperfect Aqua Clean qulaq spreyi alırsan. Bu Autoperfect Aqua Clean qulaq spreyi həftədə 2 dəfə qulağına püskürdürsən, qulağından nə qədər kir var, mayı var, çirk var, nə bilim, bərkimiz probka var, hamısını yumuşaldır, tərtəmiz qulağından təmizləyir. Qulağın olur gül kimi. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edin, sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki plus işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan əczaçınız balaoğlanla hər zaman sağlam qalasınız.